haqsız çıxdım. Mən hər zaman demişəm ki, kim nə zaman istəsə mənə əlaqəyə çıxsın, mən həmən dəqiqə efir açmağa hazıram. Deməli, efirdə bütün Azərbaycan xalqının tanıdığı, Azərbaycanın birinci xanımlığına layiq olan Ziyafət Abbasovadır. Ziyafət Abbasova Orxan Ağayevin, mənim, Qabilin, Manafın, digərlərinin aksiya səsinə səs verərək aksiyaya getmək istəyibdi. Amma nə baş veribdi? Ziyafət Abbasova özü danışacaq. Deməli, 2 nəfəri həbs ediblər. Bir Mətanət Turan, bir də Ziyafət Abbasovanı. Görək polislər tutub Ziyafət Abbasovaya nə deyiblər? Ziyafət Abbasova polislərə nə deyibdi? Xoş gördük sizi Ziyafət bacı. Deməli, bu İmişlidə olan bu soyqırıma, uşaqlara qətliamına qarşı aksiyaya getmisiniz və sizi həbs eləyiblər. O haqda xahiş edirəm məlumat verin. Buyurun. Salam, xoş gördük hamını, bütün dəyərli izləyiciləri, böyüklü, kiçikli, bütün xalqımı, dünyanın hər yerinə səpələnmiş millətimi salamlayıram. Hamısını xoş gördük. Bugün mən sözün düzü bir neçə gün bundan əvvəl mən qərar vermişdim ki, gedək aksiya. Ayın 27-sində. Ondan sonra mən ayın 28-də mən analiz verdim, qan göstəricilərimi. Mənim analizim yaxşı çıxmadı. Mənim apetitim çox yüksək. Yəni göstəricilərim da indi apetiti xalq bilmir, burada hamı həkim deyil. Yəni mənim tez vacib, təcili plazma qoymaq lazım. Yəni bildim ki, mənə plazma qoyulasıdır bu göstəricilərlə. Ona görə də mən heç bir gün aksiya getmək fikrim yox idi. Çünki mənə daha vacib, ondan vacib mənim canımın sağlığıdır ki, mən bu rejimin getməyini öz gözlərimlə görməyim üçün mən öz canıma, sağlığıma çox diqqətliyəm. Çox həssas yanaşıram. Mən də səhər saat 11 radələrdə, yəni dünən də hazırlaşdım, xəstəxana paltarı, damaşnik, nə bilim, xəstəxanada geyinəsi, pinka, dəsmal, nə bilim, alt paltarı, üst paltarı, corab, iynə, dərman, telefonumun adaptörü, qulaqcıq, yəni palatada ki, kimisə narahat eləməyim, nə bilim, qulaqcıq, belə-belə şeylər, vacib şeylərimi götürdüm ki, mən çumkamı xəstəxanaya, elə səhər-səhər Qubda, kəndin içində, elə evdən çıxdım, bu bir bacılığım var, onun evində qalıram. Çıxdım, baxdım ki, məktəbin yanında 2 nəfər orada məni güdürlər. Onlar da tanınmış sifətlərdir, sifətləri, mamam onların da sifətini elə sürtüfdür, onlar sürtükdür. Mən səmimi, yəni onları məndən də betər sürtüb. Elə kəndin ortasında, Astanovkada, orada da qarın, cigər satan, çalat satan bir xanım var, bir qadın var. Sonra nə bilim, Astanovkada manatlıq gözləyən, taksi gözləyən sərnişinlər var idi. Yalan olmasın, bir 40-50 adam bəlkə orada var idi, yolun ortasında, kəndin içində. Onların yanında elə üçü də bir ağzı maskalı idi. Hə, Ziyafət xanım belə deyirəm, mən xəstəxanaya getməliyim. Sonra məni maşına mindirdilər, zorla. Maşına otuzdular kəndin ortasında. Birinci, bura Bakı kəndidir. Bura qədimi bir kənddir. Bu kəndin bəlkə 3000 il tarixi var. 2 əsr, 3 əsr buranın tarixi var. Burada kəndin mərkəzində uşaq var, məktəbə gedən, müəllim yanına gedən, nə bilim, çörək alan, qoca var, ağsaqqal var, ağbirçək var, qadın var, gəlin var. Bunlar bununla nə deməkdir? Xalqın gözünü qorxutmaq istəyirlər. Xalqın gözünü qırmaq istəyirlər. Ziyafət bacı, üzr istəyirəm. Sizi hansı maşına, mülki maşına mindirdilər, yoxsa polis maşınına mindirdilər? Mülki maşına 77 430. Maşınım, yəni onlar mənim telefonumu söndürülmüşdü. O maşın məni düşürəndə şəklini çəkəcəydim. Telefonun şəkli, yəni maşının nömrəsi zat düşsün. Da telefon açılana qədər onlar sürdü. Yəni, deməli, Ziyafət Abbasovanın mülki Uqalovla Roslar da, yəni ki, mülki geyimli polislər şəxsi maşına qoyub oğruyublar. Məhkəmə qərarı yox, falan yox. Yəni, elə biliblər ki, Ziyafət Abbasova gedir, deməli, 28 maydakı mitinqdə, aksiya. Amma xəstəxanaya gedir adam. Baxın, ha. Xəstəxanaya gedən adamı yoldan oğruyurlar, mülki maşına qoyub oğruyurlar. Daha ətraflı nələr baş verib, maşında nə söhbətlər olub, onu deyəcəm, mən dəhşətə gəldim.
Yəni Azərbaycan polisi, sonra da trollar tökülüşürlər ki, trol polis olmasa Azərbaycanda bir-birini qırar. Bütün cinayətlərin, bütün adam oğurluqlarının, bütün fahişəxanalara nəzarət, narkotika nəzarət elə polislərdədir. 4 uşağı öldürən polis hələ də bayırda gəzir, amma ki görün İmişlidə nə qədər insanlar, 17 nəfərə 3 ay verdilər. 200-dən adam, 200-dən çox İmişli sakinini bu dəqiqə presləyirlər. Bütün başımızın bəlası polislərdir. Yəni mülki şəxsi geyimlər şəxsi maşınında Azərbaycan qadınını oğurlayıb, məhkəmə qərarı falan olmadan. Buyurun. Onlar Qoraddelin işçiləridir, Yaşad qardaş. Onlar Qoraddelin işçiləridir. Onlar dəfələrlə məni, yəni saysız, heç sayını mən unutmuşam, dəfələrlə məni götürüblər. Nə bilim, şəhərin içində telefonum, nə bilim, ali məhkəmənin yanında. Bir dəfə də xəstəxanaya gedirdim, Semaşko adına klinik tibbi mərkəzə. Da indi Semaşko xəstəxanası deyirdilər o vaxtı. Yəni dəfələrlə bu adamları gör nə gündədirlər. Yekə-yekə zırpı-zırpı kişilər, qapı boyda yekə-yekə zırpı-zırpı kişilər bu gün axşama bir arvadın dalına arvadın dalında gəziblər bunlar. Bunlar nə gündədirlər. Ay yazıqlar olsun sizə. Belə məni elə maşına basdılar ki, elə bil mən terroristəm. Mən də oturdum, sumkamın içində alt paltar, üst paltar hamısını çıxartdım, tökdüm. Dedim, budur, bax, mən xəstəxanaya gedirəm. Nə bilim, adaptır. Burada yəni dəyişək zadlar belə yatmaq, durmaq paltarı, dəsmal, məsmal. Mən də onların hamısını çıxartdım, tökdüm. Onlar da deyir ki, bizlik deyil. Onlar Qoraddelnikçilər, bizlik deyil. Onun biri gör nə deyir? Deyir ki, mən də buna deyirəm ki, mən getməliyəm da, mən xəstəxanaya getməm. Telefonumu da alıblar. Mən deyir, eşşəyin dalında, üzr istəyirəm, ekran qarşısında oturan analardan, bacılardan, körpələrdən, uşaqlardan, deyir, mən deyir, eşşəyin deyir, dalına deyir, pis formada deyir, mən dal deyirəm, indi hər kəs özü düşünsün ki, bu nə deyir. Eşşəyin deyir, dalına qonan deyir, mən deyir, bir qara milçəyəm. Mən deyir, burada heç kiməm. Mənə tapşırıblar ki, sən bu işi belə elə, onu tut, saxla, biz nə vaxt deyəcəyik, onda buraxarsan. Yəni polis Dedim, axır ki, özü qayıdıb deyir ki, yəni polis işçisi özü etiraf eləyir ki, bu nədir burada səs gəlir? Hə, bu nə? Deməli polis işçisi özü etiraf eləyir ki, o milçəyin götünə qonmuş bir milçəkdir də. Eşşəyin götünə qonmuş bir milçəkdir. Bəli də, özləri etiraf eləyirlər. Dedim, axır ki, siz öz adınızı dedim da, axır ki, özün, bax, öz dilinlə etiraf edirsən ki, sən nə gündəsən. Gör, deyirəm, mamamız sizi nə hala salıb, sizi məndən betər hala salıb, dedim. Özünüzü görə bilmirsiniz, kənardan özünüzə bir baxın, özünüzü görün, görə bilmirsiniz, ay yazıqlar. Sizi məndən də betər hala salıb. O mamam mehriban, mamamız mehriban. Telefonuma bütün ki, müəllimə giriblər ki, müəllimə müdaxilə eləyiblər. Telefonumun bütün yazılıb ki, təzə deməli proqrama, təzə funksiya qoşulub. Yazılıb ki, telefonu deyirlər ki, kimlə danışırsınız, kimlə əlaqə saxlayırsınız. Olsa sizin gizli saxlı bir şeyiniz yoxdur ki, onsuz da danışdığınız şeyləri də elə yaşayırsınız həyatda. Yəni yəqin izləyirlər kimlə əlaqə saxlayırsınız onu izləmək üçün. 4 saatdan çox saxladılar məni. 4 saatdan maşında, maşının təkəri partladı, nə bilim, orada da təzdən getdilər maşında, mən də oturdum, biri də yanım, biri maskalı idi, biri laf, sürtüyüydü, sürtüyüydü. O rəndənin sıyrığından çıxan taxta rəndəliyəndə çıxır, sıyrıq, bax elə sıyrıq sürtüyüydü. O vəziyyətdə idi. 4 saat sizi harada saxladılar? Siz maşında qalmışsınız? Maşının içində. Yox, bölməyə aparmadılar. Elə güzdək, bu Qobu kəndinə yaxın güzdək, sonra nə bilim o kətlər, evlər var idi, daha bilmədim təzə məhəllə, at yalıdır, nə yalıdır, haradır, nəsə bax belə hərrədilər, 4-ə 5 dəqiqə işləmişdə getdilər məni, düşürdülər elə hası ərazidən götürmüşlər, məni mərkəzdən götürmüşlər Astanovkadan. Elə bir düşürəndə bunlar dalana kimi belə biraz içəri elə yerdə düşürdülər ki, orada çoxluq adam yoxdur. Dalan
da saxladılar, düşürdülər. Yəni bu da bizim mamam Mehribanın bizi belə yetişdirib da, polisləri elə yetişdirib, qadınları məni kimi sırtıq sürtüb başını mən bütün polislər də mənim qorxumu da götürüblər. Yəni üzümü də sürtüblər, özlərinə tay eliblər. Bu rejim bizi belə yetişdirdi da. Bax bu Heydərizm xalqı belə yetişdirdi. Abrını, əxlaqını, mənliyini, namusunu, hər şeyimizi bizim məhvilədə əlimizdən aldı. Bax bu mamam Mehriban. Kadrlarında məndən betər günə qoyub, məndən betər qəhbədilər hamısı. İnanın səmimiyyətimə o qəhbə demişkən, elə bu qəhbə bu kinolarda da deyirlər də qəhbə, fahişə, bu normal bir şeydir. Yəni qəhbə deyirlər, qəhbə fahişədən də belə dolğundur. Qəhbəyə qəhbə deyirlər. Yəni and ola Allaha deyirəm, inanın səmimiyyətimə bu günləri bir anamız, bacımız zəng elib mənə, ağlayır. Şəxsi nömrəmə ağlayır. Deyir qardaş, mənim deyir bir qızım var, bir qızım. O qızım deyir, boşandı, qəhbəli eləyir. And içir, ağlayır, dəhşətə gəldim. Deyir, mənim qızımı Mehriban Əliyeva, İlham Əliyev qəhbə elədi. Boşanıb deyir, gəlib yanıma bir uşaqla. Yəni mənə deyirəm ki, qızım boşanmaq olmaz. Deyir, burada nə var ki, yana deyir, boşanıb. Mehriban Əliyevanın qızları da boşanıb da, Leyla da boşanıb da. Yəni özlərinə örnək götürürlər. Mehriban Əliyevanın dəli qızı Leyla boşanıb, anarla, nə bilim, onunla, bununla, təzdən köhnə əri ilə. Yəni örnək kimi and içir, ağladı, ürəyim ağrıdı. Elə bir səhər mən o canlı yayımı qutardım, elə özüm üçün canlı yayım. Ana and içir, fəryad eləyir ki, bu hakimiyyət, İlhamla Mehriban mənim qızımı qəhbə elədi. Deyir, mən buna etiraf edirəm də, mənim qızım deyir, qəhbəli eləyir. Bir uşağı var, deyir, qoyur mənim yanımda uşağı, mən baxıram, deyir, qızım gedir qəhbəli eləyir. Dəhşət deyir bu. Yəni bu Azərbaycanın 90%-ni bu günləri bu vəziyyətə salıblar. Narkotik, şüşə patı, zombiyə döndəriblər kişiləri, o kişi demək olarsa. Deyirlər arvadlarına ki, get işdə gətir mənim malımın pulunu ver, mən mal eləməliyəm. Ölkəni qəhbəxanaya döndərdilər, ölkəni fahişəxanaya döndərdilər, ölkədə narkomaniya, polis də ki bunun başında. O polis oğraş, 3 dənə polis boynu yoğun. Bir Azərbaycan xanımını otuzdurublar maşına, bölməyə də aparmırlar, qayda qanuna baxır. Bölməyə də aparmayıblar. Bax, bu xəstə bir Azərbaycan xanımını, hansı ki balinsiyaya gedir, evindən çıxanda oğruyub, sən götür 4 saat maşının, arvadı qəhbə polisdə, arvadı qəhbə Vilayət Eyvazov, sənin arvadıvı Vilayət Eyvazov, bir nazir kimi, sənin arvadıvı götürüb, mən, Qabil, Orxan, Manav 4 saat maşınımızda gəzirsək, o uğraş, nə reaksiya verərsən, Nə istəyirsən, bu Azərbaycan xalqından? Nə istəyirsən, o uğraş İlham Əliyev, nə istəyirsən bu Azərbaycan xalqından? Niyə qoymusunuz, yaşayaq, Orada elə zülm elə, bura killer göndər, bu nə yaşayışdır? Və bu günləri, deməli, mən bilirəm ki, sizlə bərabər Ziyafət bacı, mən canlıda olanda Orxan mənə dedi, xəbər elədi. Deməli, sizlə bərabər də şeyi tutublar, o Mətanət Turan. Bax, bu xanımı da tutublar. Yəni, bu xanım da bütün aksiyalara gedir, iştirak eləyən adamdır. Yəqin ki, bəlkə də bu da aksiya getməymiş, yazıq. Yəqin bu da evindən çıxıb gedirmiş çörək almağa, nə bilim, hara gedirmiş, işi var, 1000 dənə cəmaatın problemi var. Yəqin, bax, bu qadın da, Mətanət xanım da, bacımız da, çıxıb yəqin o da harasa gedirmiş. Onu da tutub. O da sosiala gedirmiş, Elşad bəy. O da dünən Sosial Müdafiə Nazirinə gedib. Qızının pensiyası kəsilibdi, imtina gəlibdi. 2 dəfə 5 il alıb, 3-cü dəfə imtina gəlib. Dünən yadından çıxıb gedibdi, elə bilib iş günüdür. Gedib dala əli boş qayıdıb, deyiblər ki, bəs bugün seçki günüdür. Deyir, adımdan çıxdı da, unutmadım. Unutdum deyir, elə bildim iş günüdür. İndi bugün o da sosiala gedəcəkmiş nazirliyə. Yəni bu da aksiya. Özümü boğuram, öldürürəm ki, bu ottobarı gətiriblər. Və ottobarı bizdən ötürü gətirib da, mamam ottobarı nəyə işlədir? Ottobarı mamam Mehriban işlədir da, mənim kimilərini başını tutmağa gətirib, o ərəbləri gətirib tökübdür bu şəhərin ortasına. Bəs bu
Valadarski fabrikini, Tağıyev kombinatını, bu kombinatı söhdüyü yerində bu Otto kimi, Infinit kimi barları və onları xanımın zəngeli bağlayır qızımı. Bəs mən nə deyirdim? Mən də bəs 2 ildir mən də özümü boğub öldürürəm. Mən özümü şəhid eləyirəm. Bəs mən xaça mı söyürəm? Bəs mən deyirəm ki, bizi bu pis yola çaldı, pis yola çıxardır və bizim başımızı tutur, mənim başımı tutur, Ottobar. Bəs bunları belə bizdən ötürü gətirib də Ottobarı. Və örnəkdir da, bir pozğun ailə bütün xalqı pozdu. Bir pozğun ailənin əlində əsir yesir qalmışıq. Heç onun uşaqlarının heç birinin normal ailəsi varmı? 2 qızı var, 2 qızdan ikisinin də ailəsi dağılıb. Bizi də özlərinə tay elədilər da. Və bizi də elə özləri kimi elədilər da. Və o xanım da mən deyəni deyir da. Və o xanım deyirsən ki, ağlayır ki, qızımı fahiş elə. Və o xanım da mən deyəni eləyir da. Mən bir müddət əvvəl deyəndə hamı məni qınıyırdı. Hamı bilirdi bu Ottobar da yanından keçir. Şəhərdə 90% adamın bu işlərdən xəbəri var. İstər qadınların, istər kişilərin. Amma heç kəs cəsarət edib dilinə gətirmirdi. Utanırdı, ya xəcalət çəkirdi, ya nə bilim insandı da etiraf eləməyə çəkinirdi. Əksər adamların xəbəri var. Ottobar şəhərin Targovu da yerləşir, Infinit var, 3 mərtəbə nə boydadır. Bunları hamısı çox adam bilirdi, dilinə gətirmirdi. İndi mən bunu etiraf elədim, dilimə gətirdim. İndi o xanım da mən deyəni deyir da. O xanım kimi çox anaların qızlarının orada mənim kimi başını tutur Mama Mehriban. Və sonra qızlardan ötürü gətirib. Ərəbləri niyə gətirir bu şəhərə, bu ölkəyə? Civi qalın, civi yoğun ərəbləri nə üçün gətirir? Başımızı tutmağa gətirir da o ərəb kişilər, qarnı yoğun, pullu kişilər. Çox deyirəm ki, çox oğraş və bir şərəfsiz bir hakimiyyətlə üz-üzəyikdə bu qədər sözlər danışılır, bu qədər faktlar qoyulur ortaya, bu qədər analar fəryad eləyir, bacılar fəryad eləyir. İlham Əliyevin tükü də. Bu xəstədir da bu adam. Bu mən dünən də dedim. Bu adam özünü inandırıb da. Bu daltonikdir, bu şizofrenikdir, bu başdan xiyardır. Bu özünü inandırıb ki, hər şey əladır. Allah hamd olsun. Görmürsünüz? Yəni normal bir prezident çıxıb o sözləri deməz. Uğurlu inkişaf, bəs Avropa bizə paxıllıq eləyir, bəs Azərbaycanda yoxsulluq 5%-dir. Nə bilim, nə danışır, elə özünü inandırıb da. Yəni bunu ətrafı bunu inandırıb. Özü də xiyardır, amma ətrafında olan bu Ramiz Mehdiyevlər, Fuad Ələsgərovlar, Əli Nağıyevlər, bəylərlər, ona görə bəylər bunu götüründən əl çəkmir də. Aftafasını daşıya-daşıya bu günləri bəylər Əyyubov oliqarxdır. Multimilyarderdir. Multimilyarder. Bu dəlini inandırıblar və and olsun Allaha deyirəm, bu günləri ölkəni idarə edən İlham Əliyevdir. Məhz bu ziyafət bacımız deyir, Mama Roza, Mama Mehriban. Allaha and olsun Mehriban Əliyevadır. Niyə? Əvvəllər Ramiz Mehdiyev idarə edirdi Görbagör Heydərdən sonra. Ramiz Mehdiyev idarə edirdi. Mən hələ o vaxtı Ramiz Mehdiyev prezident aparatının rəhbəri olanda deyirdim ki, İlham Əliyev işə getmir. Zəng gəlir deyəsən bizim bu bacımızdan gəlir. Alo. Axşamınız xeyir. Hə, mən sizin səsinizi verim efirə. Bu bizim o ikinci bugün həbs olunan bacımızdır. Mətanət bacı. Buyurun, efirdəsiz bacım. Sizi necə uğradılar? Nə oldu? Təşəkkür edirəm, çox sağ olun. Deməli, bu mənə qarşı mən Xırdalanda yaşayıram. Bu artıq 3-cü dəfədir eyni adamlar. Bakı Baş Polis İdarəsinin əməkdaşları, Cinayət Axtarışının, Tərxan Əhmədovun əməkdaşları artıq bu 3-cü dəfədir məni Xırdalandan oğurlayırlar. Yəni aksiyaya getməyim, nə bilim aksiya günü olanda məni Xırdalandan gəlib oğurlayırlar. Deməli, evdən çıxdım, saat 11 idi. Mən də oluram bu Bakı-Sumqayıt yolunun üstündədir. Orada da manatlıq taksilər
keçir də, yəni yolumun üstüdür. Manatlıq taksilər keçir. Elə yaxınlaşdım 2 dəqiqəlik də məsafədir. Yaxınlaşdım yola, gördüm gəlirlər, bildim elə mənim arxamca gəlirlər. Elə manatlıq taksilərdən də biri saxladı, maşınlardan daha doğrusu. Kimisə özəl maşını var, indi benzin puluna görə aparır da, yəni. Elə gördüm saxladı, elə yaxınlaşmaq istəyirdim ki, oraya keçim oturum. Hərəsi bir tərəfdən yaxınlaşdı mənə. Ki, tanıdınız. Bir cavan oğlan idi. Dedim mənə ki, tanıdınız. Çünki bundan qabaq da 2 dəfə məni oğurlayıblar. Mən də dedim ki, yenə nə istəyirsiniz, yenə nə olub? Ki, qarşıda qara maşın saxlamışdı. Onu otuzdurdular, məni apardılar. İndi belə eləyir mənə. Deyir ki, dalınca maşın gəlib, o kim idi? Dedim, yoldan keçən, mən nə bilim kim idi? Yox, deyir, sənin dalınca gəliblər. Dedim, ay balam, dedim, bir pulumu verirəm, pulumla aparır məni, dedim. Şərləməyə dedim, adam axtarırsınız, dedim. Deməli sizin dalınıza gələn elə bir ki terroristdir də. O siz terroristsiniz, o sizin yanınıza gələndə terrorist. Bəli. Buyurun. Elə bilin ki, özlərinə də deyirəm. Deyirəm elə bil ki, qatı cinayətkara dedim qarşı siz belə eləmirsiniz dedim. Elə bil mən qatı cinayətkaram, terroristəm. Səhv eləmirəmsə, onlardan birinin adı, mən indi onun şəklini axtarıram. Bəhruz Əliyevdir. İndi Bəhruz Əliyev deməli cinayət axtarışı şöbəsində Tərxan Əhmədovun işçisidir. Bilməm orada hansısa şöbədə rəisi olmalıdır. Birinin adını Hacı dedilər, indi bilmirəm, bəlkə də yalan deyirlər. Amma birinin adı... Hacı dedilər? Hə, bəli, birinin adı. Hə, yəni 3 nəfər idilər, bəlkə də başqa, çünki o biri tində də var idi adam. Mən qapıdan çıxanda, qapını bağlayanda gördüm ki, o biri tində də adam var. 2 tərəfli də, elə bilim məhəllədə. Mən bu birisi tərəfdən çıxdım, 2 tərəfə də adam qoymuşdular. Bəlkə də orada da var idi. Gör necə aziz hakimiyyətdir. Gör necə aziz hakimiyyətdir. Gör İlham Əliyev Azərbaycanın qadınlarından belə qorxur, ordu göndərir. Ordu utanıb boynunu. İnanırsınız, Elşad bəy 2 maşın, hər dəfə göndərəndə 2 maşın, bu dəfə maşının birini görmədim, yalan deyərəm. Amma yəni 3 nəfər idilər. Bir maşında 3 nəfər idilər. Hər dəfə də 2 maşın adam göndərir. Təsəvvür eləyin. Özdə Bakı Baş Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin. Təsəvvür eləyin də. Elə bilin ki, qatı bir cinayətkaram bunlar. Terrorist zad götürürlər. Bax elə bir vəziyyətdə. Sizi neçə saat saxladılar bacı? Siz də maşında saxlayıblar yoxsa bölməyə apardılar? Bəli. Yo, məni də elə 4 saat 3-də buraxdılar. 4 saat saxlayıblar. 11-12-yə belə 5 dəqiqə falan işləmiş olardı. 4 saat 3-də gətirdilər, hardan ki aparmışdılar məni, gətirdilər, orada düşürdülər. Yəni sağ olsunlar, gətirib götürdükləri yerdə düşürdülər. Hə, yo dedim, özlərinə də dedim, Allah and olsun, canım ağrıyır, həqiqətən də üstünüzə sağlıq. Çox ağrıyıram. Allah razı olsun. Dedim, canım ağrıyır, dedim. Ona görə dedim, yəni baş şey eləmirəm də, yoxsa həmişə hər dəfə onlar götürəndə məni, yəni İnanırsınız ki, daha hər cürə söz deyirəm, hər cürə necə, mən söyüş söyən deyiləm, yəni belə. Amma deyirəm də, nəyi var deyirəm. Elə sözlər var ki, valla o bəlkə söyüşdən də beter. Nəyi var deyirəm, heç olmasa ürəyimi boşaldıram ən azından. Nə bilim, sumkama əl atdılar, sumkamdan telefonumu götürdülər məndən icazəsiz. Sonra axtarır, başqa telefon deyirəm, yoxdur. Axtardılar da nəsə bir sözlə sumkamı qurdaladılar, elədilər. Maşına oturan kimi birinci telefonumu götürdülər. Və apardılar, nə bilim, Sumqayıt, Novxanı, nə bilim, oradan təzədən şəhərin içinə, ondan sonra Binəqədi. Arada hardasa saxlayırdılar bir 15-20 dəqiqə. Arada nə bilim sürürdülər, gəzirdilər. Deyirəm, hara gedirik də belə. Mən elə biləm hansısa bölməyə, idarəyə də. Sumqayıtı adı keçəndə dedim, mən buralarda nə işim var? Aparıb yəqin hardasa dedim, düşürdəcəksiniz məni. Dedi, yox, onu eləməyəcəyik. Yəni, belə bir formada. Apardılar gəzdidə, deyir, təmiz havadır da, deyir, dəniz havası qəbul eləginən, deyir, yoxdur. Bir zaman gələcək, biz elə Mehribanı qızlarının təmiz havada gəzdirəcəyik, darıxmasınlar. Bunlar bizə qarşı nə edirlərsə, bunlar Azərbaycan qadınına, xanımına qarşı nə edirsə,
Biz də onu eləyərik də, təmiz apararıq Leylanı, Arzunu, nədir o, e, Mehriban Əliyevanı aparıb gəzdirərik. Nə olar? Mən də onu istəyirəm. Niyə? Çünki bunlar bizə eləyəndə, bunlar bizim analarımızı, bacılarımızı oğurlayıb 3 dənə peysər polis maşına qoyub oğurlamaq necə olur ki? Oğurlamağın buynuzu olur. Avropa ölkələrində o qərbi bəyənməyənlər, Amerikanın Avropa ölkəsində polis qanunsuz məhkəmə qərarı olmadan, o cəsarətinə də adamı maşına otuzdursun. Cəsarəti nədir məhkəmə qərarı olmadan? Amma sən mülki geyimdə, şəxsi maşında gəl evindən çıxıb biri gedir sosiala, biri çıxır gedir balninsiyaya. Sən gəl oğurla ki, sən aksiyaya gedəcəksən. Deməli, onda belə çıxır ki, aksiya günündə nə ziyafət bazı, nə mətanət bazı evdən çıxmalı deyil də. Evdə oturmalıdırlar ki, bugün aksiya deyiblər, gedim çörək də almayım. Bu nə düşüncə? İlham Əliyev gör nə qədər aciz, cılız. İlham Əliyevin hakimiyyəti görün nə qədər qorxaqdır. Ona görə sadəcə bir gün meydanlarda olmaq lazımdır. Azərbaycan kişiləri, Azərbaycanın mərd qadını bircə gün meydanda olsaq, and olsun Allaha qaçacaqlar. Bir qadının üstünə 3 dənə, 4 dənə peysər boynu yox polis gəlir. Qapı boyda kişilər deyir, zırpı kişilər, zırpı. Buyurun, Mətanət bacı. 3 nəfər təsəvvür edin ki, mən həmişə bunu demişəm, yenə təkrarlayıram. Bax, mənim sözüm bizi dinləyənlərədir. İnsanlar deyirlər ki, qadınlar getdilər, qadınlara qarşı bunu eləyən bizə gör nə eləyər. Onu fikirləşməyin. Siz fikirləşin ki, bax, 2 qadından belə qorxan hakimiyyət, gör biz hamımız meydanda olsaq bu hakimiyyət necə olar? Bax, siz bunu fikirləşin. Ona görə də birləşib meydana çıxın. Mən hər kəsi meydanlara səsləyirəm. Çıxın, haqqınızı tələb edin. Övladlarınızın haqqını tələb edin. Bax, bizdən artıq tanınırıq. Ziyafət xanımdır, mənəm. Yəni, həmişə meydanda olan insanlar tanınır da. Biz adicə siz demişkən çörək almağa belə geçsək, bizə oradan götürəcəklər. Kimsə tutaq aksiya təyin eləyibsə, biz həmin günü çörək almağa geçsək, bizi oradan götürəcəklər ki, siz aksiyaya gedirsiniz. Amma sizləri axı tanımırlar. Amma gəlin 100 min olsaq, ən aşağısı 50 mindən çıxsaq, 50 minin hamısını bir gündə gedib qapılardan yığa bilərlər? Təbii ki, yox. Yox, yəni ki, həm də Azərbaycan kişilərinə də səslənirəm. O deyir sizə, mənə dəyməyib, mənə heç nə işgəncə verməyiblər, mənim arvadıma, qızıma sataşmayıblar. And olsun Allaha, bunlar kimi istəsələr, bax bu vəziyyətdə Azərbaycan polisi. Cinayətkar, paqonlu cinayətkarlar. Kimi istəsələr oğurlayarlar, kimi istəsələr, heç kim sığortalı deyil. Kimin arvadını, qızını istəsələr, otuzdurarlar belə maşına, apararlar 4 saat, 5 saat fırradarlar, hələ fırradmayıb və istədiklərini eləyərlər, gətirərlər. Nə eləyəcəksiniz? Tək əldən səs çıxmır, qardaş. Tək əldən səs çıxmır, ay anam bacım. Biz ona görə danışırıq. Hər öz haqqını tələb eləməlidir, meydanlara çıxmalıdır. Ziyafət bacının məsəl üçün də indi həkimə gedirdi, aksiya gedirdi. Dəfələrlə aksiyalarda olub. Bu qadın həkimə gedir, həkimə, ay şərəfsiz, ay biqiryət İlham Əliyev. Sən gör nə qədər aciz, nə qədər cılızsan. Gör nə qədər qorxaqsan. Özü də necə də hər kəsin evini bilir. Baxın ha. Hər bir xanımın evinə Mənim evim yoxdur. Mən bir neçə yerdə qalıram rəfiqələrimin evində. Bax, indi burada Qobuda mən bir aydır gəlmişəm qalmağa. Yəni, bunlar güdürlər, hələ bir simin özləri etiraf elədi ki, bir simin səhərdən gəlib, artıq o gedibdir da, simin dəyişib, indi bu 3 nəfəri, 3 zırpı kişiyi indi qoyublar. Polisləri harasını qoyublar, dəhşətdir. Boynumu yerə soxum İlham Əliyev. Turnikdə çəkinməklə, nə oldu Paşinyan deməklə deyir, Bakıda Ziyafət Abbasovanın dəhşətdir, bilmirəm gülüb ağlayım. Simenlə polisləri boynu yoxunları qoyur ki, indi... Mülki olan Qoran deyil, olan mülki paltar deyil. Gəldin orada. Ay, sənin boynu ya. Zorakılıq olmadı.
Zorakılıq olmadı ama yazılıb gəlir. Nə Yox, gündədir mənə bunlar, də nə olmadı. gündədir. Ziyafət xanım, mənə də zorakılıq olmadı. Mən deyirəm də, özlərinə dedim ki, bəxtiniz götürdü ki, mənim canım ağrıyır, həqiqətən də ağrıyıram. Yəni o ki, telefonumu, sumkama icazəsiz girdilər, elədilər, onda mən reaksiya verərdim də. Sadəcə üstünüzə sağlıq, yenə deyirəm, ağrıyıram deyənə elə bir reaksiya vermədim. Yoxsa ki, çoxdan mən də ona reaksiya verdim. Mənim telefonuma zorakılıq olub, telefonumu Gmailimə giriblər, telefonuma qoşublar, müdaxilələr olub, telefonum tamam başqa fərqli proqramlar, formatda bütün dəyişib, funksiyalar dəyişibdir. Mənim telefonumu tamam dəyişdiyi şeylər. Burada Sara xanım da yazmışdı, Sara Talışxanova ki, 29-cu bölmədə məni 5-6 saat saxlayıblar. Budur, bax, yorumların içində var. Yəqin Sara xanım, zəng eləyin də mənə, sizdə mənim nömrəm var. hə, yazır ki, 5-6 saat saxladılar, zorakılıq da eləyiblər 29-cu bölmədə. Budur, bax, Ayşət bəy, burada yorumların içində Sara Sara. xanım, mənə Bugün olub. Bugün olub da yəqin ki. Bəli, onu da götürüblər, 5-6 saat saxlayıblar, zorakılıq. O da bizim mübariz bazımızdır, o da mübariz bazımızdır. Hər aksiyalarda oradadır. Sara xanım da zəng Budur, bax, eləmək yorumların içində var. Yorumların içində var. Özbəklər yazmışdı ki, qaçdı getdi. Yəni ondan sonra yazılanlar oldu. 29-cu bölmədə məni də 5-6 saat saxladılar. Təhqirlər oldu, təhdidlər oldu, zorakılıqlar oldu. Təşəkkür Yəni, edirəm hara zəngünüzə görə. Təşəkkür edirəm zəngünüzə Oldu, görə. təşəkkürlər Eşad bəy, çox sağ olun. Mətanət xanım nəsə söz deyirdi, qoy desin. Mətanət xanım nəsə deyirdiniz. Sağ olun. Sizi də uğrayıblar bu günləri Sara xanım. Aha. Əvvəl. Hə də fərqi nədir? İndi bu gün uğramayıblar, 3 gün qabaq. Onda mən səsinizi verim efirə. Siz də burada dedilər rəydə yazırsınız. Ha, xəstəsiz. Allah şəfa versin. Ha. Oldu. Oldu. Yox, dedim əgər siz bildim. Allah köməyiniz olsun. Sağ ol. Hə, deyir mənə bu gün uğramayıblar. Bir əvvəldən uğrayıblar. Prosta elə belə yazdım ki, mənə də polislər uğrayıb. Yəqin bu çörək almağa da çıxmır. Yox, deyir xəstəyəm, evdən çıxa bilmirəm 2 aydır. Allah şəfa versin Sara xanıma. Yəni bəxti gətirib ki, evdən bayıra çıxmayıb. Yoxsa onu da uğrayardılar da. 100% orada da sement yanır. Gör necə cılız, gör necə səviyyəsiz, gör necə cındır bir hakimiyyət qurublar. Gülməlidir. Bax, belə bir cılız hakimiyyətin qabağında Azərbaycan kişiləri niyə susur? Azərbaycan xalqı niyə susur, mən bilmirəm. Bax, Ziyafət bacı deyir ki, mənim evim yoxdur. Niyə Ziyafət bacının öz evi olmamalıdır? Niyə görə də? Niyə görə? Mehriban Əliyevanın, onun fahişə qızlarının özünün niyə 13 milyardlıq mülkləri çıxmalıdır? Mehriban Mamam Mehriban, mamam Mehriban, mən də balasıyam. Mamam Mehriban balasına gün vermir. Mamam Mehriban pozğundur, mənim də pozdu. Pozğun ananın da, pozğun mamanın da pozğun balası olar da. Və mama pozğun olanda mən bala da pozulmalıyam da. Mama pozur da balıyı. Elə mama olanda pozğun. Mənim kimi də bala pozğun olacaq. Valla, indi biz belə yarı zarafat, yarı gerçək deyirik Ziyafət bacı. Mən zarafat demirəm, mən həqiqətləri deyirəm. Mən elə sözümü zarafatda deyirəm, mən acı reallığı deyirəm, mən elə sözümü deyirəm. Mən zarafatsa deyiləmirəm, xeyr. Mən zarafatsa deyiləmirəm, həqiqəti deyirəm. Həqiqəti elə mən zarafatda deyirəm sözümü, olanı deyirəm. Bu reallıqdır, zarafatsa deyil. Bu reallıqdır, zarafatsa deyiləmirəm mən. Belə. Allah xalqımızın səbrini kəssin onda. Başqa deyiləcək bir söz yoxdur. Allah bu xalqın səbrini kəssin. Və bu gün də aksiya oldu, heç kim getmədi. Deməli, Ziyafət Abbasov da həkimə getdiyinə görə ora gedə bilməyib, oğruyublar, 4 saat maşında saxlayıblar. Mətanət bacını da oğruyublar, 4 saat maşında saxlayıb, 3 kişi. Namussuz Biqriyyət İlham Əliyev, sənin o arvadıvı, qızıvı, mən, Qabil, Manaf, Orxan maşınımızda Mehribanı lap götürüb Zəki dayıyla o ekstrasens Elman Əliyev maşınında 4 saat gəzdirsən, necə baxarsan, nə reaksiya verərsən İlham Əliyev?
Çox da prezidentsən, çox bir reaksiya bildir də. Bax sənin arvadığı Zəki dayı, ekstrasens Elman Əliyev, bir də kim var o yaşlarda bu danışanlardan? Tutaq elə ikisi. Mehribanı o yuxarı aşağı eyni yaşdadır. Bax Zəki dayı ilə Elman Əliyev. Qoyurlar maşınlarına 4 saat gəzdirirlər. İsveçrə, Fransa, Almaniya. Nə reaksiya verərsən İlham Əliyev? Sən necə yəni sən prezident olduğun bir dövrdə Azərbaycan xanımını evindən oğurlayırlar. Evindən də yox, rəfiqəsinin yanında yaşayır, öz evi yoxdur. Oranın da yerini bilirlər ki, bu son bir ayda harda qalır. Özü deyir Simenlə, deyir səhər Simeni təhvil verdi, deyir polislər deyir səhər Simeni təhvil verib. Gör dövlət büdcəsindən ayrılan pulları İlham Əliyev kimlərə verir? Gedin Simenlə gözləyin Ziyafət Abbasova nə vaxt evdən çıxacaq. Yəqin 3 ekipajda 3 nəfər də onda olubdu. 3'ü gedib təzədən yerinə də 3'ü gəlib. Oğlum yəni Elsat bəy sən icazə ver ay Elsat qardaş. Mən çıxım sən danış başına. Buyur, buyur, sən buyur. özün Sən danış. çıx. Sağ Allah olun. sizə kömək olsun. İzləyicilər də sağ olsun, qulaq Sağ ol. asdılar. Göz Sağ ol. atdılar. Sağ ol, sağ Allah ol. eləsin. Allah Sağ kömək ol. Sən danış mən çıxdım icazə Sağ ol. verin. Xahiş Sağ ol, edirəm. sağ ol, sağ ol. Allah köməyin olsun, sağ ol. Xəstə canı ilə adamı oğruyurlar, qoyurlar maşına. Deməli, zəng gəlirdi bayaq. Heç mənim də sözün düzü çox danışmaq fikrim yox idi. Yəni təzə girdim evə. Bir tikə çörək yeyirdim, bir də gördüm ki, Ziyafət bacımız zəng elib ki, bəs məni oğramışdılar. Mətanətlə bir yerdə, Mətanət bacı ilə. Bəs efir verə bilərsən, dedim mənim gözüm üstə. Elə onlara da verdim sözü ki, onlar danışsınlar. Bir dənə görək bir qardaşımız zəng elib, onu qoşum efirə. Görək o adam oğurluğu ilə nə deyəcək. Belə də sağollaşaq. Yəni ki, bu da Azərbaycanda olan uşaqların ölümünə susqunluq. Susqunluq. Götürmür qardaş. Nəysə, mən də çıxıram. Mən sözümü onsuz da deyirəm qısa videolarımdan. Baxın sizə bir dənə bir şey göstərim də. Bax, saatlarla danış. Bu xalq şeyə baxır da, seriala. Seriala baxır. Bu belə də gedir də, nə bilim, bax. 2 saata dəlil eləyə 12.000 adam baxıb. Bax. 12.000 adam dəlil eləyə baxıb. Baxın. Atalarımız demişkən, gəzməsən bilməsən. Vətənimizi gəzməyə daha çox vaxt ayırmağa hamıya arzu edirəm. Mən neynəm? Proqram oturub danışmamışam, əziyyəti 8-10 saniyəlik videoya bu xalq belə şou istəyir də, şou, ay, tutdular, qayırdılar, dəlil elə, gicdillah İlham, Ostraqçı prezident, qəhbə mehriban. Mən də bunların istədiyini bunlara verirəm. Hakimiyyətin də sırasında peysərlər, DTX, prokuror, polis düşüblər xəstə qadının canına, oturdurub maşına onu gəzdirirlər. Boynumu yerə soxum İlham Əliyev. Sənin bığlarına itəliyim İlham Əliyev. Sənin boyuna soxum İlham Əliyev. Sənin yaşayışına soxum İlham Əliyev. Sənin kurğuna soxum İlham Əliyev. Sənin nə bilim, deyiləcək söz yoxdur. Cındır adamsan da. Peysər Kantovşik cındır. Gözü ilə görən oğraş. Arvad qəhbə, qızlar qəhbə. Özün də dalğı qumarda ol. Bundan o yana nə deyim? Deyiləcək söz qalmır. Püh sənin sifət və biqiriyyət oğraş. Cındırın biri cındır. Öz bazlığımda olacam mən qısa videolarla. Cavid Qurbanov. Mamanı, o erməni haqçıq mamanı sabah yenə gəzdirəcəm. Video 10 gələcək. Cavid. Peysərin tərpənsin. Cavid. Sənindir. Hələ 1000 videom var qabaqda. 990 video gələcək Cavid. 10 video pozdurmusan. Elçin gəldi, söz verdi ki, Cavidin videoları. Bax ha, arvadı cırıq öz videolarını pozdurub. Mehribanın dili ağzına ver. Qızların ağzına ver. İlhamın bığına sox. Boyuna sox. Üzünə tüpür. Cındır, göt, oğraş dinən. Amma mənim o Mehribanın bibisi qızı Ədibənin qızını alıbdı. Paşa evlərdən 5-ci əl bir dənə qəhbə alıbdı. Onu qoruyur. Özünün qəhbə arvadını, keçmiş qəhbə arvadını qoruyur. Öz videolarını pozdurur. Petuq İlhamla qəhbə Mehribanı da atıb mənim qucağıma ki, ana layla de, ana layla de. Mən də layla deyirəm. Nətəridir? Sənin yaşayışına soxum İlham Əliyev. Nə bilim, nəysə. Sağ olun, salamat qalın. Bura maraqlıdır, mazlıqlar olacaq. Darıxmayın, ara sıra. Kimsəsə bir dənə zamanov ki, mən efirə çıxmaq istəyirəm, mənim gözüm istəyir. İstəməsəz özümü qoyacam dibinə kimi, narahat olmayın.
hamının yerinə qoyacağam, ha, hamının. O əziyyət çəkənlərin hamının yerinə itələyəcəm. Dibinə kimi. Peysər İlham. Sağ olun, salamat qalın. Nay 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 Cavidim, Cavidim.